Salam, mən Naxçıvan Dövlət Universitetinin ərzində Naxçıvan Dövlət Texniki Kollecinin Riyaziyyat İnformatika müəllimi İmanova Münirəm. Bugünkü mövzumuz lokal şəbəkə arxitekturası və OSI modelidir. Deməli, kompüter şəbəkələrinin qurulmasında ən vacib məsələlərdən biri şəbəkə arxitekturasının düzgün seçilməsidir. Şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurulması üçün lazım olan standartlar, topologiyalar və protokollar çoxluğu nəzərdə tutulur. Şəbəkə texnologiyalarının inkişafı dövründə çoxlu sayda arxitekturalar işlənib hazırlanmışdır ki, bunlardan biri Ethernet arxitekturasıdır. Ethernet arxitekturası da şəkildən göründüyü kimi kompüterlər şin topologiyası əsasında quraşdırılmışdır. Bu texnologiyada hər bir kompüter nod adlanır. Nod 1, nod 2, nod 3 kimi təsvir olunur. Bu texnologiya 802.3 standartı əsasında işlənib hazırlanmışdır. Ötürülmə mühiti kimi koaksial kabellərdən istifadə edilmişdir. Ethernet arxitekturasında hər bir kompüter şinə paralel formada quraşdırılmışdır və şinə ötürülən məlumat kompüterlərə göndərilir. Burada informasiyanın ötürülmə sürəti 10 megabit bölünsün saniyə olur. Yəni, bir saniyə 10 megabit informasiya göndərmək mümkün olur. Ethernet texnologiyasında şinin maksimum uzunluğu 5 kilometrə qədər olur. Şinin özdə segmentlərə bölünür ki, hər segmentin maksimum uzunluğu 500 metrə qədər ola bilir. Bu arxitekturada kompüterlərin maksimum sayı 1024, hər segmentdəki kompüterlərin sayı isə 100 ola bilər. Bu arxitekturanın şinin uclarında açıq qalır, bəzən informasiya itkisi yarana bilir. Şinin ucluqlarında informasiya itkisinin yaranmamasının qarşısını almaq üçün terminator adlanan qurğudan istifadə olunur. Ethernet arxitekturasının əlavə modifikasiyaları da var ki, bunlara fast Ethernet və gigabit Etherneti misal göstərmək olar. Fast Ethernet ulduz və şin topologiyası əsasında qurulmuş bir texnologiyadır. Burada artıq koaksial kabellərdən yox, fiber optik və vurulmuş cüt kabellərdən istifadə olunur. Bu texnologiyada informasiyanın ötürülmə sürəti 100 megabit bölünsün saniyə olur. Gigabit Ethernetə nəzər salsaq isə, burada informasiyanın ötürülmə sürəti 1000 megabit bölünsün saniyəyə qədər ola bilər. Ethernet texnologiyasında ötürülmə mühitlərinə nəzər salaq. Ötürülmə mühitlərinə baxsaq, 10-5, 10-2, 10-T və 10-F ötürülmə mühitlərindən istifadə olunur. 10-T ötürülmə mühitində diametri 0.5 düyüm və yaxud da 1 sm olan yoğun koaksial kabellərdən istifadə olunur və informasiyanı 500 metr məsafəyə qədər göndərə bilir. İkinci ötürülmə mühiti 10-2'dir. 10-2 ötürülmə mühitində isə diametri 0.25 düyüm və yaxud da 0.5 sm olan nazik koaksial kabellərdən istifadə olunur. Burada isə informasiyanın ötürülməsi 200 metrə qədər məsafəni əhatə etmiş olur. Buradakı onlar isə informasiyanın ötürülmə sürətini müəyyən edir. 10-T twister deyir, yəni ekranlaşmamış vurulmuş cüt kabellərdən istifadə olunur. 10-F ötürülmə mühitində isə fiber optik kabellərdən istifadə edilir. İkinci bir texnologiya nəzər salsaq, FTDI texnologiyasıdır. Ethernet texnologiyasından fərqli olaraq halqa topologiyası əsasında qurulmuş texnologiyadır. Bu texnologiyada kompüterlər bir-birinə ardıcıl formada birləşdirilir. Yəni, birinci ikinciyə, ikinci üçüncüyə və nəhayət sonuncu da birinciyə birləşdirilir. İnformasiya axını bir istiqamətli olur. Ya saat əqrəbi istiqamətində və yaxud da saat əqrəbinin əksi istiqamətində mövcuddur. Bu texnologiyada informasiyanın ötürülmə mühiti kimi çox modallı fiber optik kabellərdən istifadə olunur. Bildiyimiz kimi fiber optik kabellər bir modallı olduqda işıq şüalarını bir düz xətt boyunca yayırsa, çox modallı da artıq işıq şüaları bir neçə düz xətt boyunca yayılır. Burada informasiyanın ötürülmə sürəti
100 megabit bölünsün saniyə olmuş olur. Bu texnologiyada abonentlərin sayı 1000 ola bilər. Həmçinin kabelin maksimum uzunluğu 20 kilometr, iki abonenti arasında isə kabelin maksimum uzunluğu 2 kilometrə qədər ola bilər. Əlavə bir texnologiya nəzər salsaq, token ring texnologiyasıdır. Ring sözü bildiyimiz kimi üzük, token isə marker deməkdir. Buradan da göründüyü kimi elə üzük, yəni halqa formasında qurulan topologiyaya əsaslanan bir texnologiyadır. Bu texnologiya 802.5 standartına əsaslanır. Burada da kompüterlərdən ardıcıl formada informasiyalar göndərilir və informasiya marker üsulu vasitəsilə bir kompüterdən digərinə göndərilir. Marker içərisində informasiya dolu bir paketdir. Bu paketi əldə edən kompüter informasiyanı göndərmə hüququna malikdir. Burada ötürülmə mühiti kimi istifadə olunur, kabelin 3 növündən də istifadə olunur. Yəni, burulmuş cüt, fiberoptik və koaksial kabellərdən istifadə olunur. İnformasiyanın ötürülmə sürəti əvvəl 4 megabit bölünsün saniyə idisə, sonralar 16 megabit bölünsün saniyəyə qədər çatdırılmışdır. Abonentlərin maksimum sayı 96-dır və iki abonenti arasında kabelin maksimum uzunluğu isə 45 metr olur. Əlavə bir texnologiya nəzər salsaq, ArcNet texnologiyasıdır. ArcNet texnologiyası ulduz topologiyası əsasında qurulmuş bir texnologiyadır. Göründüyü kimi, burada hub qurğusundan istifadə olunmuşdur mərkəzi qovşaq kimi və kompüterlər bu qurğuya birbaşa birləşdirilmişdir. Bu texnologiya çevik bir texnologiyadır, tez başa gələ bilir. Sadəcə olaraq burada informasiyanın ötürülmə sürəti digərlərinə baxmış daha zəifdir. 2,5 megabit bölünsün saniyə müddətində informasiyanı ötürə bilir. Kabel növü kimi isə istifadə olunur burulmuş cüt və koaksial kabellərdən istifadə olunur. Əlavə bir texnologiyamız 100 video enilan texnologiyasıdır. Bu texnologiya 802.1 standartı əsasında hazırlanmış texnologiyadır. Burada topologiya kimi genişlənmə imkanına malik olan ulduz topologiyasından istifadə olunmuşdur. Göründüyü kimi, işçi stansiyalar hub qurğusuna birləşdirilmişdir. Hub qurğusu əlavə bir hub qurğusuna birləşdirilmişdir. Yəni, mərkəzi qovşaq kimi hub qurğusundan istifadə olunur və genişlənmə imkanına malik ulduz topologiyasıdır. Burada ötürülmə mühiti kimi koaksial kabellərdən və burulmuş cüt kabellərdən istifadə olunur. Ötürülmə sürəti 100 megabit bölünsün saniyəyə qədər ola bilər. Kabelin maksimum uzunluğu 100 metrdir. Həm iki kompüter arasında kabelin uzunluğu 100 metrdir, həm də bir kompüterlə hub arasında uzunluq 100 metrə qədər ola bilər. OSI modeli nədir? Əziz tələbələr, tutalım ki, iki şirkət verilmişdir. A və B şirkətləri verilmişdir. A şirkəti Ethernet texnologiyası əsasında qurulmuşdursa, B şirkət isə ArcNet texnologiyası əsasında qurulmuşdur. Əvvəllər bu iki şirkət arasında informasiya mübadiləsi yaranan zaman müəyyən problemlər, çatışmazlıqlar yaranırdı. Bu problemləri aradan qaldırmaq üçün, yaranan çatışmazlıqları aradan qaldırmaq üçün 1983-cü ildə ISO şirkəti tərəfindən OSI modeli işlənib hazırlanmışdır. OSI modeli Open System Interconnection, yəni açıq sistemlərin qarşılıqlı əlaqəsi modelidir. İki fərqli şəbəkə arasında eyni standartlardan istifadə edərək informasiya mübadiləsini yaradan bir modeldir. OSI modelinin göründüyü kimi 7 səviyyəsi var. Ən aşağı səviyyə fiziki səviyyə, ən yuxarı səviyyə isə application, tətbiqi səviyyədir. Gəlin səviyyələri sıralayaq aşağıdan yuxarıya doğru. Fiziki səviyyə, data link, kanal səviyyəsi, network, şəbəkə səviyyəsi, transport, nəqliyyat səviyyəsi, session, seans, presentation, nümayiş və yaxud da təqdimat, application isə tətbiqi səviyyədir. Bu səviyyələrin funksiyaları nəzər salsaq, birinci səviyyə, yəni ən aşağı səviyyə fiziki səviyyədir. Fiziki səviyyədə
şəbəkənin fiziki cəhətdən qurulması təmin edilir. Yəni, kompüterlər quraşdırılır. Kompüterlərin quraşdırılmasında qurğular kimi hub və repeater qurğusundan istifadə olunur. Bu səviyyədə səhvlər barədə məlumatlar, həmçinin bu səviyyədə bitlər ardıcılı şəklində ötürülmələr baş verir. Və protokol kimi TCP/IP protokolundan istifadə olunur. İkinci səviyyəmiz data link, yəni kanal səviyyəsi. Burada kadrlara bölünmə həyata keçirilir, səhvlər barədə xəbərdarlıq edilir. Artıq burada informasiya bitlər yox, baytlar ardıcılı şəklində ötürülür. Həmçinin burada MAC ünvanlar, MAC adreslər təyin olunur. Bu səviyyədə də internetin baza protokolu olan TCP/IP protokolundan istifadə olunur və əsas qurğu kimi şlüz qurğusundan və yaxud da əlavə olaraq NIC, bridge və switch qurğularından istifadə olunur. Üçüncü səviyyə şəbəkə səviyyəsidir. Şəbəkə səviyyəsində səhvlər düzəldilir. Paketlərin ötürülməsi üçün düzgün ünvan, yəni düzgün istiqamətlər təyin olunur. Məlumatlar paketlərə bölünür və hər bir paketin üzərinə IP ünvanlar qeyd olunur. Bu zaman düzgün marşrutlaşdırma ilə həmin paket düzgün ünvana çatdırılır. Ünvana çatdırılmaqda da əsas qurğu router qurğusundan istifadə olunur ki, router qurğusu paketi düzgün istiqamətə, düzgün ünvana çatdırır. Burada protokol kimi IP, IPTX, ARP, ISMP protokollarından istifadə olunur. Bilirik ki, IP protokolu ünvanları, IP ünvanları təyin edən protokoldur. ARP protokolu Address Resolution protokol, yəni MAC ünvanları IP ünvanlara çevirən protokoldur. ISMP protokolu isə səhvlərin düzəldilməsində istifadə olunan protokollardır. Dördüncü səviyyəmiz nəqliyyat səviyyəsidir. Nəqliyyat səviyyəsində verilənlərin ötürülməsi həyata keçirilir. Verilənlərin ötürülmə prosesinə nəzarət funksiyası yerinə yetirilir. Burada da TCP və UDP protokollarından istifadə olunur. TCP protokolu iri həcmli informasiyaların ötürülməsində ötürülməyə nəzarət funksiyasını yerinə yetirir. UDP protokolu isə kiçik həcmli informasiyaların ötürülməsinə yerinə yetirir, sadəcə olaraq nəzarət funksiyasını yerinə yetirir. Qurğu kimi isə gateway, yəni şlüz qurğusundan istifadə olunur. Sonraki səviyyəmiz seans səviyyəsidir. Seans səviyyəsində yuxarı və aşağı səviyyələr arasında dialoq, yəni əlaqə yaradılır. Burada artıq protokol kimi NetBIOS protokolundan istifadə olunur, qurğu kimi isə gateway qurğusundan istifadə edilir. Sonraki səviyyəyə nəzər salsaq, təqdimat, yəni nümayiş səviyyəsidir. Bu səviyyədə sintaksis ilə bağlı əməliyyatlar yerinə yetirilir, yəni verilənlərin formatı, tipi müəyyən olunur. Verilənlərin genişlənməsi, məsələn, JPG formatlı genişlənmədirmi və yaxud da DOC formatlı genişlənmələrdirmi, genişlənmələri müəyyən olunur. Burada verilənlərin sıxlaşdırılması, şifrələnməsi, deşifrələnməsi təyin olunur. Qurğu kimi şlüz qurğusundan istifadə olunur. Ən nəhayət, sonuncu səviyyə tətbiqi səviyyədir. Tətbiqi səviyyədə semantika ilə bağlı əməliyyatlar yerinə yetirilir. Bu səviyyədə artıq istifadəsinin gördüyü səviyyədir. Ən üst səviyyə tətbiqi səviyyəsi artıq istifadəsinin gördüyü səviyyədir. Burada verilənlərin tamlığı müəyyən edilir, verilənlərin tamlığı ilə idarə olunur, səhvlər aşkar olunur. Məsələn, tutalım ki, maillərin göndərilməsi artıq tətbiqi səviyyədir, maillərin qəbulu tətbiqi səviyyədir, web brauzerdə web səhifələrin axtarışı artıq burada tətbiqi səviyyədir. Tətbiqi səviyyədə SMTP, POP3, IMAP protokollarında bilirik ki, SMTP faillərin, e-maillərin göndərilməsi, POP3 və IMAP e-maillərin qəbulu protokoludur. HTTP web brauzerlərdə web səhifələrin axtarışı, FTP faillərin göndərilməsi protokolu, NNTP telekonferanslarda xəbər məlumatların göndərilməsi protokolu və s. protokollar ilə işləyir. Qurğu kimi isə şlüz qurğusundan istifadə olunur. Bugünkü mövzumuz bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.